Elə bir televiziyada və bədii yaradıcılıqda yurt saldığı məkanı Tanrı ona bron eləmişdi. Öz sahibini gözləyirdi. İndi rahat əyləşdiyi olcalıqlar. Sözdə boyu, efirdə qaməti görünən kimi Orxan Fikrətoğlunu ədəbi məkanda öz bron yerində oturtdular. Tamaşaçı ürəyində, oxucu duyğusunda, öz halal hümmət yerində yurt saldı köhnə Azərbaycanlı Orxan Fikrətoğlu. Bayaq söhbətdə dediyiniz kimi sizin nəsil, yəni 90-cılar, belə deyək, 80-ci illərin ədəbiyyata gələnləri milli düşüncə ilə aşınmaya doğru gedən düşüncənin mübarizəsində bərkidi, biçdi. Biraz da bu mübarizə ədəbi zövqünü həmin nəslin əlindən aldı. Sizin söylədiyiniz kimi bu seçim zamanların dəyişdiyi anlardır, ictimai formatçaların dəyişdiyi anda və təbii ki, təfəkkürün, zehniyyatın dəyişdiyi anda ziyalı qarşısında bir sual qoyulur. Və bu bizim taleyimizə düşdü, sizin də mənim də taleyimə düşdü. Biz ya bu etik dilemmanı həll etmək üçün ya asket yazıcı olaraq qalmalıydıq, kabinetlərə qapanıb, oturub başımızı aşağı salıb öz aləmimizdə bir ədəbiyyat yaratmalıydıq. Ya da bizə, yəni bizim millətimizə, dövlətimizə, bizim camiyəmizə, cəmiyyətimizə lazım olan dəyərləri qorumalıydıq. Biz düşünürəm ki, ikincisini seçdik. Biz vətəndaş mövqeyini önə çəkdik. Biz əlimizdə silah Qarabağda döyüşdük. Şəxsən mən 1-ci Qarabağ savaşında əlimdə silah döyüşmüşəm. Və mən jurnalistikanın ən çətin vaxtında və ən çətin yolunu seçib cəmiyyətin yenidən təşkilatlanması uğrunda savaşa qalxmışam. Həm əlimdə silah düşmənlərə qarşı, həm cəmiyyətin düşmənlərinə qarşı. Bu təbii ki, dilimi, ədəbi təfəkkürümü, zehniyyatımı təbii ki, biraz kobudlaşdırıb. Bizim ədəbiyyata gəlişimiz, necə deyərlər, ədəbiyyatın gedişi illərinə təsadüf elədi. Çünki artıq yəni o ədəbiyyat öz rəsmi statusunu itirmişdi. Yəni ədəbiyyatdan dolanmaq mümkün deyildi. Elə bir ədəbiyyat səni yəni yaşatmırdı, yazmaq səni yaşatmırdı və bizim də böyük bir yəni çətinliklərimizdən biri oldu ki, biz ömrümüzdə həyatımızı ədəbiyyata həsr eləyən, o məqsəddən yaşayan insanlar, o cümlədən Orxan Fikrətoğlu, biz məcbur olub, yəni yükü xurcuna bir xeyli əlavə yüklər doldurmalı olduq. Yəni tək ədəbiyyat yox, yəni telejurnalistika, buradan mən özüm qəzetçilikdən məşğul oldum. Orxan getdi kino sahəsində və televiziya sahəsində, yəni lap əvvəl bizim yəni Orxanla dostluq münasibətlərimiz yaranmışdı kino studiyada biz işləyəndə. Sonra biz televiziyada da bir yerdə işlədik. Yəni bu müddət ərzində mən deyim ki, Orxanın timsalında şəxsi qənaətimdir ki, bizim ədəbiyyatımız çox şey itirdi. Yəni bizə bəzən 80-ci illər nəslimizə bizə itirilmiş nəsil deyirlər. Ancaq yəni bunun bəlkə bir paradoksal hal da orasındadır ki, məsələn çoxu məşhurlaşdı, özü itmədi. O cümlədən Orxan Fikrətoğlu təbii ki televiziyada daha çox tanındı, amma ədəbiyyat itirdi. Ekran, efir tanınmaq üçün kəsə yoldur. O yolun yolçuları tez tanınır. Baxır necə populyar olursan, hər tanınan sevilmir, yadda qalmır. Baxır nəyi deyirsən tamaşaçının gözünün içinə, nəyi pıçıldayırsan qulağına. Bu dedikləri ilə, sevilməyi ilə yanaşı mənə elə gəlir ki, Orxan Fikrətoğlu oxucu, tamaşaçı qarşısında tam açılmayıb hələ. Hələ sirri xuda olaraq qalır. Şair dostumuz Zahid Sarıtorpağın dediyi kimi, şifahi jurnalistikanın binasını qoyan Orxan Fikrətoğlunun bədii həqiqətləri, ədəbi düşüncəsi elə bilirəm ki, hələ qapalıdır.
Axı qələm kağızın öz həqiqətləri var ki, onu yalnız yazı masası ilə üz-üzə qalanda ilahi sənə pıçıldayır. Orxan Fikrətoğlu'nun pıçıltıları hələ tam eşidilməyib məncə. Orxan Fikrətoğlu yaxşı mənada çox populyardır. İstər televiziya kanallarında Zorxanı ilə, istər ictimaidə halbuki verilişindən, istər də belə söhbətlərdə çox aydındır. Ancaq bununla bərabər həm də qapalıdır. Yəni onun yaradıcılığı, bədii yaradıcılığı, daxili, ədəbi düşüncələri o qədər açıq deyil. Bu mənim müşahidəmdir. Doğrudur. Mən də o fikirdəyəm. Bu Orxan Fikrətoğlu'dan danışmamışdan qabaq mütləq adamın yadına Fikrət Sadıq gəlir, atası. Allah rəhmət eləsin. Yəni Fikrət Sadıq da kifayət qədər dərin bir şair idi. 60-cı illərin bütün o belə deyək, axtarışları, zamanla və ədəbi proseslə münasibətdə ziddiyyət halına gələn o enerjiləri, bax onlar Fikrət Sadıqda da var idi. Mən hərdən müqayisə eləyəndə görürəm ki, nəysə bunların həyatında da ata-bala belə oxşar cəhətlər var. İkisi də işıqçı kimi gəlib. Yəni həyatda, yəni məktəb falan bitirəndən sonra Fikrət Sadıq əməli başlı monteur olub. Amma Orxan Fikrətoğlu kinoda işıqçı olub. Əla, maraqlıdır. Nəyə görə bunu mən deyirəm? Çünki bunu özü də çox belə həvəslə yazır. Ümumiyyətlə, mən bu fikirdəyəm ki, bir adamın tərcümeyi halında o biraz qeyri-adi şeyləri, o adamın özü demirsə, gərək çox deməyəsin. Amma özü onu etiraf edirsə, özü üçün... Çünki o eyni zamanda mən elə gəlir ki, Orxan Fikrətoğlu'nun həm də o özünü izah eləmək cəhdlərindən biridir ki, bax, mən bu işlə məşğul olmuşam. Kino sahəsində çalışmışam. Sonra da Dünya Ədəbiyyatı İnstitutuna getmişəm. Və sonra da ən müxtəlif, belə deyək, yaradıcılıq sahələrində. Özdə bu yaradıcılıq sahələri bir-birindən çox fərqlidir. Məsələn, yazıçının sabah senarist olması mümkündür. Amma bir də var, tamam o film yaradıcılığına geçsin. Və yaxud televiziya verilişlərində çox populyar olsun. Təbii ki, bədii dəyərlər, sənin yaratdığın ədəbi obrazlar, bu sənin idealların, bu sənin düşündüklərin və təxəyyülündür. Amma reallıq həmişə qəddar olur. Və bu qəddar reallığın içində sən ədəbi dəyərlərlə yaşamalısan, ədəbi dəyərlərlə düşünməlisən, eyni zamanda bu qəddar reallığı yenib və bu reallıqda ədəbi bir absolutun diktə etdiyi ədəbi bir oazis yaratmalısın. Bu çox çətindir. Əlində silah, əlində qələm, vuruşmaq. Savaş bizim taleyimizdir. Xatırlayırsınızsa, mənim işlədiyim və yəni canı canımdan olan kanalın sloqanı var idi. Döyüş bizim alnımıza yazılır. Və Aynəsin tribunası, döyüş alnımıza yazılmaq məsələsi mənim dərk etdiyim bir amal idi. Dərk edib uğrunda savaşdığım bir amal idi. Biz itkilər verdik, Çingizi itirdik, digərlərini itirdik. Amma bu bizim yolumuz idi. Bu təbii ki, demək olmaz ki, tam, amma müəyyən miqdarda mənim ədəbiyyatımı, mənim o asket kinomu, yəni festival kinosu deyirlər də, yəni müəllif kinosunu əlimdən aldı. Amma eyni zamanda cəmiyyət üçün bir Orxan Fikrətoğlu şəklini yaratdı. Fenomeni yaratdı. Bəli, bu məsələ Zahid Sarıtorpaq haqqındadır. Şifahi jurnalistikanın yaradıcısı Orxan Fikrətoğlu. Bu şifahi jurnalistika doğrudan da mən Zorxananı yazmırdım ki, onu bədahətən söylüyordum. İllərlə, 15 il mən hər gün efirdə Manas dastançısı kimi sadəcə o siyasi mövzələri oxuyurdum. Belə, yəni bunu bilirsiniz, sonda sualınıza cavab verim. Bunu mən seçmədim. Düşünürəm ki, bu zamanın tələbi idi və mən bu cür yoğuruldum. Təbii ki, atam hirslənirdi bu məsələdə. Ən çox atam hirslənirdi ki, yəni sənin o ədəbi istedadın ki, keçib, bizim nəsildə yəni çox atamdan da qabaq şairlər olub, yəni Azərbaycan klassik ədəbiyyatına daxil olan şairlər olub. Atam həmişə onların adını çəkərdi və hirslənərdi ki,
bu ruh səndə var idi. Sən bu ruhu getdin, xərclədin, yəni jurnalistikaya, publisistikaya, esseyistikaya, amma otur bir ciddi romanlar yaz. Mən 40-dan sonra, 45-dən sonra, hətta 50-dən sonra başladım romanlar yazmağa. Məsələn, Ölüm Ətini romanımın təki, böyük yazılarımın hamısı mən 50 yaşdan sonra yazmışam. Düzünü deyim ki, Orxan Fikrətoğlu'nun nə vaxt gəlib 60-a çatdı, onu təsəvvür eləmək mümkün deyil. Çünki biz atası ilə, Fikrət Sadıqla oturub durmuşduq həmişə. İndi də oğlunun jubileyində iştirak edirik. O da görünür, biz də uzun yaşayırıq, o da sürətlə gəlir elə davamlısan. Allah uzun ömür versin, lap yaxşı. Fikrət Sadıqla mən universitetin 1-ci kursunda oxuyanda, o da universitetdə laborantıdır, şeir dərnəyi falan vardı, orada görüşürdü. Fikrət onda hələ özü gənc bir şair idi. Son dərəcə işıqlı, insan gözəlliyindən, təbiətin gözəlliyindən zövq alan, millətinə bağlı və son dərəcə gözəl dillə, gözəl poetik dillə yazan bir şairdi Fikrət. Və birdən-birə dalınca onun oğlunun, Orxanın televiziyada belə qatı sarkazmla dolu, qatı ironiya ilə, tənqidlə dolu çıxışlarına baxanda ictimai həyatımızda baş verən, çevrəmizdə baş verən hadisələrə özəl, xüsusi bir baxışını görəndə, bunlar hamısı nədir? Cəmiyyəti daha yaxşı görmək, millətimizi daha ucada görmək istəyindən gələn duyğulardır. Bu duyğularla onun çıxışlarını görəndə gördüm, atası ilə arasında nə qədər böyük bir fərq var. Bizim dostluğumuzun tarixçəsi Fikrət Sadıqla bağlıdır, onun atası ilə. Öncə atasını tanımışam, 80-ci illərin əvvəllərində. Mən əsgərlikdən yenicə gəlmişdim. Sumqayıtda yaşayırdım. O vaxt ədəbi birliklərin, ədəbi dərnəklərin qızğın vaxtı idi. Və sənədlərimi hazırlayıb mən Moskvaya, Maksim Gorki adına Ədəbiyyat İnstitutuna qəbula getmişdim mənim vaxt. 82-ci ildə taleyi gətirdi ki, mən Ədəbiyyat İnstitutuna qəbul oldum. Və bir gün Fikrət müəllim dedi ki, və Fikrət müəllim də qeyri-adi bir insan idi. Yəni, Yazıçılar İttifaqının bəlkə də bir doğma bir qucağa çevrilmişdi o dövrdə. Doğma bir məkana, doğma bir ocağa çevrilmişdi. Orxan da sənədlərini Ədəbiyyat İnstitutuna verirdi və inşallah biz ümid edirik ki, qəbul olunacaq. Artıq qəbul prosesi başa çatandan sonra biz Orxan artıq mən oxuduğum institutun, Ədəbiyyat İnstitutunun tələbəsi idi. 83-91-ci illərdə Orxan həmən institutda təhsil aldı. Orxan bəy, belə görünəndə cəmiyyətdə özünüz dediyiniz kimi tanınan bir fenomen obrazını yaratmasınız. Zorxanadan, sonra ictimaidə halbuki verilişindən tam cəmiyyət sizi tanıyır, sevir və qəbul edir. Bununla beraber bunun içində bir gizli Orxan Fikrətoğlu var ki, ədəbi, bədii düşüncəsi hələ tam açılmayıb tamaşaçılara, oxuculara. Qapalıdır biraz. İhsan Muğannanın qapalı dünyası kimi. Kütlənin öz zehniyyatı var, kütlənin öz dəyərləri var. Ədəbiyyat kütləvi sənət deyil, ədəbiyyat elitar sənət. Əslində mən bu elitar sənətin davamçılarındanam. Mənim ədəbiyyatım bu ədəbiyyatçılar üçün ədəbiyyatdır. Adam öz-özünə rəy verməz, amma hər halda bu elitar ədəbiyyat. Kütləvi deyil. Və kütlənin bunu anlaması üçün sizin söylədiyiniz kimi bir prodüser, bir naşir, bir ümumiyyətlə ədəbi tənqid, təəssüf ki, Azərbaycanda ədəbi tənqid də son 30 ildə yoxdur, zəifdir. Təəssüf ki, bu cərəyanları, bu mənim yazdığım yolu, üslubu anladacaq tənqidçilər yoxdur. Ümumiyyətlə bu janrı davam elətdirənlər də yoxdur, o da var. Türkiyədə mənim 3-4 kitabım çıxıb. Amma Türkiyədə mən onlarla, yüzlərlə, məsələ o polemikaya girəcək yazıçılar tanıyıram ki, mənimlə həmişə görüşüb bu ədəbiyyat haqqında danışırlar. Gürcüstanda fikir verdinizsə bir kitabım və o gürcülər Şotar Ustaveli,
fonda adından mükafat verdilər. Məsələn, İsveçdə, orada, burada. Amma Azərbaycanın özündə də deməzdim ki, oxucu yoxdur. Oxucu var, amma bu azdır. Və bu oxucu təəssüf ki, son 30 ilin ictimai-siyasi proseslərin insan zehniyyatına təsiri, süni zəka, texnologiyaların inkişafı ciddi ədəbi dəyərləri mənimsəmək problemi yaradır. Məsələn, Füzulini heç bilmirlər, Orxan Fikrətoğlu'nu qoyub bilmirlər. Nəsimini tanımırlar, Nəsimini mütaliə etmirlər. Adını eşidərlər. Metro kimi tanıyırlar məsələn Nizamini. Amma bu ədəbiyyatın mahiyyəti, ədəbiyyatın yükü, ədəbiyyat nədir? Bu bugün təəssüf ki, siyasi texnoloqlar tərəfindən belə qəbul olunmayan dəyərdir. Yəni ədəbiyyat bugünkü siyasi texnoloqlara lazım olmayan bir sahədir. Ədəbiyyat bizim xəstəliyimizdir, sizin, mənim, digər yazıçıların. Amma biz bu mənəviyyatın və bu mənəviyyatı yaradan qələmin keşikçiləriyik. Azərbaycan şairlərindən birinin belə bir misalsı var. Ömrü illərlə ölçmək məncə doğru deyildi. Gün var ki, hər qətrəsi 100 qərinə minir. Mən elə bilirəm ki, mənim dostum Orxan Fikrətoğlu haqqında da bu sözlərin mənası elə ona da uyğundur. Onun 60 illik ömrü bəlkə də onun gördüyü əməllərlə, fəaliyyətini bir tərəziyə qoysaq, o çox adamın 100 illik ömründən daha çox vəfalıdır. Millətinə, dostluğa, bizim Azərbaycanımızın uğurlarına, adına şərəf gətirən bir əməllərlə məşğul olduğu üçün. Fikrətoğlu barədə insanlar hər zaman Orxan Fikrətoğlu deyib danışırlar. Amma mən elə bilirəm ki, Fikrətoğlu, Orxan elə bir həyat yaşadı ki, 60 illiyində ona Fikrət Eloğlu da deyə bilərik. Çünki o bütün Azərbaycan xalqının oğludur, onu sevirlər. Televiziya fəaliyyətinə görə, yaradıcılığına da görə, sadə insanlığına görə də hər kəs onu görəndə elə bilir ki, özünə doğma bir insan görür. Eşq olsun Orxan Eloğlu'na. Atatürk mərkəzində Orxan Fikrətoğlu'nun 60 illiyini qeyd eləmək üçün yığılan tamaşaçı oxucu birliyinin sayı elə çox olmasa da sambalı güclü idi. İstər yerli qonaqlar, daha doğrusu öz doğmalarımız, istərsə də uzaq yolu yaxın eləmiş müsafirlər bir-birini çox yaxşı anlayırdı. Axı hər ikisinin bir Orxan Fikrətoğlu'su var idi. Özü də ədəbi düşüncəsi, sözü, aparıcılığı aydın, dupduru Orxan Fikrətoğlu. Gürcüstandan, qardaş Türkiyədən, Alman-Azərbaycan ədəbi əlaqələrindən və başqa ölkələri təmsil edən qonaqlar bu 60 yaşlı yubilyarla hansı formada və hansı iş birliyində bulunublar, onları özləri çox yaxşı bilirlər. Yəni Orxan Fikrətoğlu təkcə bizim deyil, həm də onlarındır. İmdad bəy, xoş gördük sizi Bakıda. Hoş bulduk. Azərbaycana tez-tez gəlirsiniz, xəbərim var. Evet. İmzanız da Azərbaycanda məşhurdur, tanınır. Evet. Belə mən əvvəl sifətinizi gördüm, tanımadım, ancaq adınızı soruşanda, isminizi biləndə baxdım ki, mənə çox doğma imzadır. İmdad Afşar. Təbii ki, Afşar soyundansınız. Elbette, elbette. Hə, nə gözəl. Nadir Şahın soyundan. Nadir Şah'ın neveleriyiz. Biz Selçuklularla bir yerde Horasan'dan gelmişik Anadolu'ya. Elə aydın da Nadir Şah ilə Xorasandan gəlir. Çox gözəl İmdad bəy. Xoş gördük bizim Orxan Fikrətoğlu'nun tədbirində sizi. Hansı bağlar, hansı tellər bağlayır? Bir defa benim Azerbaycan edebiyatında yazıp yaradan hem bizden büyük nesillerle hem kendi çağdaşlarımla hem de bizden daha cavan nesillerle bir irtibatımız ve bir münasebetimiz sürekli oldu. Ben yaklaşık 30 yıldır Azerbaycan edebiyatıyla iç içe yaşıyorum. Azerbaycan edebiyatından Türkiye Türkçesine aktarıp yayınladığım 250'den fazla eser oldu. Yani Mirza Fetheli Ahundoğ'dan Mirza Celil'den tutmuş,
cavan yazıcılara, şairlere, kimin Azerbaycan edebiyatını birbaşa Türkiye'de tebliğ ettiğini söyleyebilirim. Yani o sıradan Fikret Sadık'ı da ben yaxşı tanıyırdım. Fikret Sadık da bayaq konuşmada da dedim, Yazıçılar Birliği'nde onu görmemişten evvel benim gözümde, benim tahayyülümde bir şair portresi vardı. Ama onu görenden sonra elinde asası, hündür boyu, ak saçları ve gür bığlarıyla elə bildim karşımda bir Dede Korkut var. Tanıştık, sohbet eyledik. Dolayısıyla Orhan Fikret'i de ben hem imzasını hem eserlerini tanıyorum. Onun çok yönlü yaradıcılığına da beledim. Onu söyleyebilirim. Lap gözəl. Burada edin tədbirə qoşuldunuz, yoksa Türkiye'den gelmişsiniz? Türkiye'den geldik. Bu tedbir için davet ettiler. Türkiye'den geldik. Bizim Türk Edebiyatı Jurnalı ve Türk Edebiyatı Vakfı 1972 yılından beri Türk dünyasıyla çok sıkı alakalar olan bir camia, kurum. Dolayısıyla bizim Kazakistan'dan Özbekistan'a, Azerbaycan'dan Türkmenistan'a, Kırım'a, Kerkük'e ve Balkanlara kadar çok geniş bir dünyayla edebi alakalarımız var. Biz onları teşvik ediyoruz, onların eserlerini yayınlıyoruz. Hem jurnalda hem yayın evimiz var, kitaplarını çıkarıyoruz. Ama Türk dünyasını, Türk kültür ve medeniyetine hizmet eden sanatçılara, musikişinaslara, ilim adamlarına, yazıcılara ve şairlere de mükafatlar veriyoruz. Dolayısıyla bizim bir Dede Korkut mükafatımız var. Yaşayan Dede Korkut. Mesela bunu Azerbaycan'da Anar'a vermişiz. Kazakistan'da Olca Süleymanov'a vermişiz. Bunlar hakikaten de hem yaşları itibariyle hem yaratıcılıkları ve geçmiş oldukları yollara bakıldığında Türk dünyasının Dede Korkutları. Hansı jurnaldır sizin jurnalın Bizim adı? jurnalımızın adı Türk Edebiyatı. Bizim jurnalımız 630. sayıya ulaştı. 55 yıldır yayın hayatına devam edir. Ve 1972 yılından itibaren Türk dünyasının her yerinden yazılar var. Bizim ilk sayımızda Bahtiyar Vahapzade'nin bir yazısı var. 1972 yılı Ocak ayında. Ve Bahtiyar Vahapzade bizim dergimizde uzun yıllar şiirleri ve yazıları yayınlanmış bir şairdir. Bizim kurucumuz Ahmet Kabaklı'nın da yaxşı dostlarından biridir. Orxan Fikrətoğlu'nun əsərləri, əsasən də hekayələri mənim tərcüməmdə vaxtaşırı Gürcü dilində, Gürcü mətbuatında çıxırdı və sözsüz ki, Gürcü oxucuları, Gürcü həmkarlarımız bunu izləyirdilər və nəhayət nəticədə Ümumi Gürcüstan Rustavel Cəmiyyətinin prezidenti öz demək olar ki, cəmiyyətində belə qərara gəlib ki, bu əsərlərin müəllifini, yəni ki, Orxan Fikrətoğlu'nu 60 illiyi münasibəti ilə həm də eyni zamanda ədəbiyyata verdiyi töhfəyə görə böyük Gürcü yazısı Mixail Cavaxişvili adına mükafatla təltif etsin. Və həmin mükafatı özü şəxsən təqdim etmək üçün bu günləri Bakıya gəldi. Orxan Fikrətoğlu'nun 60 illik tədbirinə qatıldı və özü təqdim etdi burada. Həmin cəmiyyətin prezidenti David Şemokmedeli özü də gözəl nasirdir, gözəl şairdir. Yəni ki, bu günə qədər də Azərbaycanla əlaqələri olub. Azərbaycan dilində onun şeirləri nəfis kitab şəklində çıxıb, nəşr olunubdur. Sizin tərcümənizdə? Bu da, bəli, Şemokmedelin şeirləri də mənim tərcüməmdə işıq üzü gördü və Azərbaycan tərcümə mərkəzində çapdan çıxdı. David Şemokmedelinin bugün gəlib bu tədbirdə iştirak etməsi, mən belə izah edirəm ki, bu eyni zamanda bizim ədəbiyyat əlaqələrimizin bir inkişafının bir göstəricisidir eyni zamanda. Sözsüz ki, qonağımıza da biz təşəkkür edirik ki, Azərbaycanlı yazısını Orxan Fikrətoğlu'nu belə dəyərləndiriblər və Azman Gürcü nasiri Mixail Cavaxişvili adına mükafatla təltif ediblər.
Orxan Fikrətoğlu baxmayaraq ki 60 yaşı hələ indi tamam olur, amma mən deyərdim ki onun öz çiyinlərində daşıdığı intellektual və mənəvi yük doğrudan da bir 90 yaşında adamın yüküdür, amma eyni zamanda da baxmayaraq ki Orxan müəllim hələ uzun illər əvvəl özünə bir təxəllüs götürmüşdü. Yəni özünü elə qələmə verirdi ki, köhnə Azərbaycanlı. Amma əslində o düşüncəsinə görə əsl yeni Azərbaycanlıdır. Yəni sözün ən yaxşı mənasında, ən müsbət mənasında. Əslində onun fəaliyyət dairəsi o qədər genişdir ki, yəni hər bir şeyə o biganə qalmır. Yəni ədəbi proses özü bir parlaq ədib olaraq, amma görürsünüz bu həmişə bizim hamımızın taleyidir ki, əgər televiziyada, mediada görünürsənsə, onda tanınırsan. Orxan Fikrətoğlu da elə Zorxana verilişi ilə hamının yadında qalıb, sevimlisi olub. O ilə məsələn küçədə getmək mümkündür, hamı tanıyır onu, hamı deyir ki, bu Orxan Fikrətoğludur. Baxmayaraq ki, veriliş indi efirdə yoxdur, amma yaddaşlarda qalıb, iz qoyub. O özü də mənə etiraf eləyib ki, məni daha çox belə publisist kimi, jurnalist kimi tanıyırlar. Halbuki onun özü üçün daha böyük dəyər kəsb eləyən onun ədəbi yaradıcılığıdır və onun məsələn kino sahəsində olan mən deyərdim ki, çox belə əzmkar, belə ürəkli vaxtı ilə onun çəkdiyi məsələn o göstərib mənə. Mən düzdür yadımdadır, o vaxtda da baxmışdım. Bu son vaxtlar sevə-sevə bir də baxdım onun o köhnə filmlərinə ki, o deyərdim ki, zamanını qabaqlayır. Yəni ki, orada qoyulan həm mövzular, həm də onlara yanaşma. Yəni bu doğrudan çox dərin bir mütəfəkkirdir və Azərbaycanın təəssübkeşliyini çəkən mən deyərdim ki, bizim ən dəyərli ziyalılarındandır. Nə qədər Allah ömür verib bunu eləyəcəm, yəni bu ədəbiyyatı yaradacaq. İndi bunun kütləvi qavranılması düşünürəm zaman-zaman, düşünürəm müəyyən texnologilər tərəfindən əgər istifadə olunacaqsa tamaşaçı, oxucuya çatacaq. Amma televiziya elədir ki, hasaddır. Televiziya qulaq asırsan və kəsə yol və həm də düşünmürsən o qədər. Amma ədəbiyyatı düşünməlisən axı. Ədəbiyyat elə bir sahədir ki, sən orada həm müəllifsən. O hekayəni oxuduqda sən oyunla həm müəllif olub özün də nəsə uydurursan, nəsə yeni bir gedişlər eləyirsən. Amma televiziya elə deyil. Televiziya sənə konkret informasiya verir. Və sən o informasiyanı anlayırsan, qavrayırsan. Amma ədəbiyyatı mən xırdalaya bilmərəm, onda olar o publisistika. Ədəbiyyatı tam çeynəyib mən oxucuya verərəmsə, o olar dedektiv janrı ola bilər, o kütləvi janr, bulvar ədəbiyyatı. Yəni mən onu yazmıram. Və mən bunu qanuna uyğunluq hesab edirəm. Yəni ədəbiyyatımın anlaşılmaması belə kütləvi. Bu belə də olmalı idi. Mən bunu birinci gündən bilirdim. Çünki o Moskvada təhsil alanda Seminar rəhbərim, SR Əsəratvan katibi idi Şubayev. O mənə demişdi ki, sən elitar yazıçısın, yəni sənin oxucun həmişə az olacaq. Amma olacaq. Orxan bəy, müsahibələrinizin birində deyirsiniz ki, mən geniş şəkildə Türkiyədə çap olunuram, orada da kitablarımın satışını qurmuşam. Bəli, qurulub. Ölüm mətn romanı və başqa romanlar. Bəli. O hansı ehtiyacdan yarandı? O vaxt mən təbii ki, indiki mövqeyimdə deyildim, yəni görəvimdə deyildim. İndi ədəbiyyat da, Mədəniyyət Nazirliyində bizim, yəni ədəbi prosesi xüsusilə naşirlə yazıcı arasında hüquqi zəminin təkmilləşməsi, bu da artıq mən təsir eləyə bilirəm və nə yaxşı ki eləyə bilirəm, çünki biz bu zəmini düzəldəcəyik. Amma əvvəldən özüm bir yazıcı olaraq Azərbaycan naşirləri ilə dil tapmaq mümkün deyildi. Çünki naşirin fikri təbii ki pul qazanmaq idi və yazıçının da fikri ədəbiyyatının çap olunmaq idi. Və bunların arasında heç bir hüquqi zəmin yox idi, hüquqi bağlılığı yox idi. Amma Türkiyədə belə deyil. Türkiyədə məsələn mən İz Yayım evi ilə işləyirəm. Sən ona əsərlərini verirsən, o özü bu kitabı çap eləyir və müəyyən hüquqi öhdəlikləri var, həm yazıçının, həm naşirin. O kitablar çap olunduqdan sonra birinci tiraj satılır, ikinci tiraj artıq 75% sənə görə satılır. Danışırsan 5 min, 10 min, 100 mindir. Türkiyə Azərbaycan deyil, böyük 80 milyon, 100 milyona yaxın əhalisi var və orada təbii ki tiraj da çoxdur. Bu öz pulunu götürdükdən sonra sənə işləyir. Və ondan sonra sənin hüquqlarını alır, müəllif hüquqlarını. Və sən artıq ancaq oyunla işləyəcəksən. Və mən elə də Türkiyədə oyunla işləyirəm, amma son zamanlar Azərbaycanda da indi Mimta nəşriyyatı ilə işləyirəm. O bugün mənim kitabımı çap elədi Əsəd bəy, Kənan bəy. Onlar düşünürəm ki, yeni naşir qadağçasına aid
çox istedadlı insanlardır və düşünürəm ki, Azərbaycanda ədəbiyyat təkmilləşəcək bu zəmindədir. Orxan Fikrətoğlu hər şeydən əvvəl Azərbaycanda bir brenddir. Onu yəni ki, hər bir insan varsa öz həyatının memarıdır. Orxan müəllim də ki, yəni özünü mədəniyyətin ayrı-ayrı sahələrində təsdiqləmiş bir Azərbaycanın çox dəyərli ziyalısıdır. Orxan müəllimlə mənim dostluğumun bu növrəsi hələ 90-cı illərin əvvəllərinə düşür. O vaxt Orxan müəllimin əks verilişi var idi. Məni əks verilişinə Aynes kanalında verilişi var idi. Ora dəvət eləmişdi. Ümumi dostlarımız var idi. Orxan müəllim məndən tanış olanda dedi ki, sizin Ulduzda çap olunmuş Tənhalıq Həsrəti hekayəsini oxumuşam. Çox xoşuma gəlib. Əlbəttə ki, mən çox şad oldum. Orxan müəllim onda da bütün Azərbaycan tanıyırdı, amma belə əyani olaraq tanış oldu. Orxan müəllim 20 yanvar faciəsində çox aktiv hərəkət edənlərdən olur. Kinostudiyada işləyirdi, Ramiz Fətəliyevlə. Bütün o qırğınları çəkib, bütün hadisələri çəkmişdi. Orada kasetləri ötürürdülər xaricə, onları gizlədirdilər. Bilirsən, hələ o ərəfədə hətta Orxan müəllimi müəmmalı şəkildə bıçaqlamışdılar, tam məlum olmadı. Yəni çox bir ağır yaralanmışdı onda. Orxan müəllim çox dəyərli dostdur. Mən bayaqları orada yubiley çıxışında da dedim. Bilirsiniz, Mirzə Cəlil Molla Nəsrəddin jurnalında o vaxt yəni Azərbaycan üçün elədiklərini demək olar ki, ona yaxın bir fəaliyyətinə Aynesdə Azərbaycanın bütün demək olar ki, problemli nöqtələrinə, cəmiyyətdə baş verən proseslərə, hər bir şeyə öz tərzində yanaşdı. Orxan müəllimə qədər də o tərz yox idi, o verdiyi şans ki, sonra da yoxdur. Bir də Orxan müəllim bilirsən, elə dildə danışırdı, xalqın dilində danışırdı. Ona görə Orxan müəllimin həmin verilişi sistemli idi, dərin idi, uzun müddətli idi, başa düşülən idi. İstedadlı adam hansı sahəyə yönəlsin, orada daşın arasından zamanın soldura bilmədiyi yaz şəhləri kimi göyərir. Orxan Fikrətoğlu sözdən, bədii düşüncədən ayrılmağı sənətə xəyanət kimi qiymətləndirir. Getdiyi sahələrdə gördüyü, ortaya qoyduğu işlər onun istedad sahibi olduğundan soraq verir. Elə bil boyu, biçimi o yerə görə biçilir. İstər kinostudiyada, istər Azərbaycan teleməkanında yaratdığı, qurduğu işlərə görə. Və hazırda fəaliyyət göstərdiyi Mədəniyyət Nazirinin müşaviri kimi gördüyü işlər sabahki planlı qurulan sistemin ilk qaranquşları sayıla bilər. Sonra təbii kinostudiya ilə bağlı, kinomotografiya ilə bağlı fəaliyyətimiz olub, yaradıcılığımızın şahəsi kimi iş yerlərimiz də ayrı-ayrı sahələrə aid. Bəli. Nə qədər orada işlədin, nə xeyri verə bildin və nə problemləri gördün? Çox xeyir düşünərək verə bildim. Mən İşıqçıdan Dövlət Kino Komitəsinin baş redaktoruna qədər SSR vaxtı Askino Videonun baş redaktoru və ilk yaranan Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən işlədim 2 il. Yəni kinonun rəhbəri, Azərbaycanda kino sektorunun rəhbəri işlədim. İndi Mədəniyyət Nazirliyinin müşaviriyəm bilirsiniz, amma kino da elə bizim nəzarətimizdədir, yəni bizim kuratsiyamız, bizim sahəmizdir. Kinoya düşünürəm çox danışa bilərəm. Məsələn, yaradıcı olaraq mən 2 film çəkmişəm rejissor olaraq. Onun biri Yalta Beynəlxalq Kino Festivalının qalibidir, Xalça nəğməsi. İkinci filmim Ərazidə Amerika Kino Akademiyasında göstərilib və çox uğurla göstərilib. Həmən film İsveçdə göstərilmişdi, ora həm bir tanışdı. Amma Kino Agentliyinin rəhbəri olaraq mənə elə gəlir ki, inqilabi bir prosesi biz imza atdıq. Bugün də o proses davam edir. Azərbaycanda ilk dəfə müsabiqə janrı ilə 71 film və 14-15 yeni prodüser şirkəti dövlət maliyyəsi ilə maliyyələşdirildi. 15 milyona yaxın özəl sektor Azərbaycan kinosuna pul qoydu. Bu ilk dəfədir. Mənim prodüser olduğum film Beynəlxalq Venesiya Film Festivalında təsəvvür edirsiniz və Füzulinin qəzəli bu filmdə, Azərbaycan dili bu filmdə ilk dəfə beynəlxalq A kateqoriyalı beynəlxalq Venesiya Film Festivalında göstərildi.
Təsəvvür edin, bu mənə gəlir Hilal Baydarovun filmi idi. Xütbə, boşluğa xütbə filmi. Düşünürəm bu çox böyük uğurdu. Ondan sonra Dakka Film Festivalının qalibi oldu. Bir gəncin monoloqu filmi. Bu da mənim istehsalımla bağlıdır və çox elə filmlər. Yəni son 2 ildə çəkilən çox böyük uğurlar var, çox böyük uğurlar əldə edilib. Animasiya sektoru inkişaf edib, sənədli filmlər inkişaf edib. Məsələn, özüm son filmim Türkoloji Qurultayı ilə bağlı 1 saat yarımlıq sənədli bədii filmdir. Özbəkistanda, Qırğızistanda, Türkiyədə, Azərbaycanda müsahibələr alındı və mənə elə gəlir ki, onu siz özünüz də bir baxarsınız. Çox uğurlu bir bədii əsərdir. Nə gözəl. Və gələk son iş yerinə Mədəniyyət Nazirinin müşaviri. Təbiidir ki, bütün elə ədəbiyyatın da, ədəbiyyat, kino, teatrın da, teatrın da hamısının külhanında sizin süzgəcinizdən keçir. Nə qədər iş görmək olur orada? Çox çətindir. Nəyə görə çətindir? Bizdə bir sovet vitrini var. O sovet vitrini hələ dağılmayıb, amma o vitrin gedəndən sonra boşluqlar görünəcək. Çünki yeni təşkilatlanma yoxdur. Teatr repertuarını götürün. Teatr repertuarı hələ Cəfər Cabbarlıdır, hələ Axundovu, hələ Şekspirdir. Hanı bugün? Bugün və bugünkü insan hardadır? Kino elədir ki, kino tarixdir. Yəni kino elə bir salnamədir. Kino həm də tarixi çəkə bilərsən, dünəni, amma teatr bugündür. Bugün teatrda yoxdursa teatr yoxdur. Teatr repertuarı, teatr rejissurasının yetişdirilməsi, dramaturqlar yoxdur, dramaturqların yetişdirilməsi. Kino sayəsində senarist yoxdur mənim. Peşəkar senarist yoxdur. Səmih Kaplanoğlu mən dəvət etdim, Berlin Festivalının qalibi və senarilərlə ilgiləndi və mənə söylədi ki, əfəndim, yorma kəndini, yəni yoxdur burada yəni yazan. Mən nasıl sənə, nəyi verim sənə mən? Yoxdur burada senari yoxdur. Amma biz senaristlər yetişdiririk indi, təsəvvür edirsiniz və ən əsası dövlət artıq kino çəkmir. Dövlət operatordur. Dövlət prodüser şirkətlərini yetişdirib və onlar müsabiqədən keçir, onlara para dağıdır, onlar o para ilə filmlərini çəkirlər, çıxırlar dünya bazarına çıxa bilirlərsə, filmlərini satırlar. Azərbaycanda film çəkmək istəyən xarici prodüserlərə imtiyazlar yaradılıb, onların xərclədiyi pul geri qaytarılır vergilərlə. Məsələn, bizim istədiyimiz Qız Qalası, bizim həmçilərimizi çəkirlərsə biz onlara para ödəyirik. Yəni dünya çaplı bir model yaratmışıq. Nə gözəl. Qalır ancaq istedad. Nə gözəl, nə gözəl. Azərbaycanın ədəbiyyatı itirdi. Hansı ki, yəni Orxan Fikrətoğlu o əsərləri ki, Ölüm mətn olsun, Dəccal olsun, Ayrıc olsun, Üçüncü günün adamı, yəni o cür gözəl əsərlərin sayı daha çox ola bilərdi ki, və bu yəni ədəbiyyat yaradıcı yazıçını yaşatmadığından təbii ki, söhbət qanarardan gedir. Yəni Orxan Fikrətoğlu da məcbur oldu, yəni özünü müxtəlif sahələrdə sınamağa. Ancaq sevindirici hal odur ki, ədəbiyyat itirsə də kino, telejurnalistika qazandı Orxan Fikrətoğlu'nun timsalında. Yəni Orxan həqiqətən də bir peşəkar kimi, mən onu tam qətiyyətlə və səmimiyyətlə deyirəm, hansı işə başlayıbsa, hansı işlə məşğul olubsa, o işə bir baş ucalığı gətirib. Yəni gördüyü işlər də onun televiziyada, kinoda gördüyü işlər də göz qabağındadır. Bir neçə filmlərinin ssenari müəllifidir, bir neçə filmlərin rejissorudur və həqiqətən də o filmlər doğrudan da Azərbaycanlı tamaşaçısı üçün bugün də yəni o öz aktuallığını və öz marağını itirməyib. Orxan Fikrətoğlu bizim cəmiyyətimizdə gedən proseslərlə sıx bağlı bir adamdır. 90-cılar haqqında mənə belə gəlir ki, o 60-cı illərdən gələn o sərt realizm cərəyanı ifadəsini daha çox işlətmək olar. Çünki onların həqiqətən bütün o zərif cəhətləri ilə yanaşı, Orxan da elədir, çox belə daxildə görürsən ki, gərgin, təlatümlü bir hissiyat var. Məsələn, mən Orxan Fikrətoğlu'nun hekayələrini oxuyanda belə birinci ağlıma o gəlir ki, görəsən burada nə isə bizim cəmiyyətimizin, həyatımızın, taleyimizin hansı bir ağrılı yerini göstərəcək. Ona həssasdır bu, ağrıya, ziddiyyətə, problemə həssasdır. Orxan müəllimin dili elə bir ki, Sabirin dili idi, Şəhriyarın dili idi, Aşıq Ələsgərin dili idi. Necə ki, onlar da elə bir-iki dəfə oxuyursan, elə bir ki, adamın canına, qanına hopur.
roluna opur. Yəni Orxan müəllim də Şirvandan elə bil ki, onun genetik kodları, rəhmətli atası Fikrət Sadıq oradan gəlirdi. Şirvan da Azərbaycanın ruhani mərkəzlərindən biridir. Xəqanidir, Nəsimidir, Seyid Əzim Şirvani, Sabir. Yəni saymaqla qurtarma bilməyən böyük, yəni ki, Azərbaycanımızın tarixində çox böyük mədəniyyət xadimləri, şairlərini, yəni ki, söz adamlarını yetişdirmiş bir məkandır. Həyatın daha çox belə işıqlı tərəflərini görür, amma Orxan da çalışır ki, cəmiyyətdə bizim inkişafımıza mane olan negativ şeyləri görsün, desin, cəmaatı oyatmaq üçün, o pisliklərdən çəkindirmək üçün, o da onun yoludur. Və o da onun xüsusi üslubunu təşkil edir. Sonra televiziya çıxışlarının dalınca publisist yazıları, sonra hekayələri, sonra dalınca romanları, o romanların birini oxumuşam, Ölüm Ətin, son dərəcə maraqlı. Çox gözəl romandır. Çox maraqlı bir romandır, çox qatlı, həyatın müxtəlif sahələrinə və müxtəlif yönlərdən baxan, indi onu Azərbaycan əslində postmodernizm nümunəsi hesab edirlər. Mən də ayırmıram o şeyləri. Məncə yazıçının əsas özəlliyi millətinin və zamanın mənzərəsini göstərməkdir. Gələcək nəsillərə ki, bax, mən yaşadığım vaxtda mənim millətimin mənzərəsi bu idi və zaman da bu idi və mən də ona hansı yöndən yanaşmışam, necə yanaşmışam ki, mənim də orada payım olsun onun inkişafında və s. Çox maraqlı xatirələrimiz var, hekayələrimiz var, yəni bizim hadisələr dolu. Çox vaxtda bu hadisələrin içərisində rəhmətli Şaiq Vəli olurdu, Murad Köhnəqala olurdu. Allah verdi Təhləli olurdu bizim, yəni belə də Rəşid Göyçü olurdu. Bizim Nazım Əhmədli Nəsib Verdiyev, amma daha çox yəni Şaiqlə bağlı bizim ortaq hekayələrimiz var. Orxan son dərəcə Azərbaycan jurnalistikasına yeni nəfəs gətirən bir, deyək ki, jurnalistika tərəfini götürsək, onun bu keyfiyyətini mən xüsusi vurğulamaq istəyirəm. Yəni, o dövrün köhnə Azərbaycanlısı Aynəsdə çalışarkən Zorxana verilişləri ilə bütün ölkəyə səs salmış bir, deməli, yeni bir nəfəs gətirmiş bir, deməli, yaradıcı ziyalı idi. Orxanın ilk hekayələrindən ədəbi mühitdə diqqəti çəkdiyin Azərbaycan ədəbi mühitində, Ədəbiyyat və İncəsənət qəzetində, Ulduz jurnalında, Azərbaycan jurnalında, Kirpi jurnalında bunun bir-birindən maraqlı hekayələri çap olundu o vaxtlar. Yol hekayəsi var idi, gecə hekayəsi var idi. Və yəni xatirimdə xeyli onun o dövr üçün maraqlı əsərləri vardı. Və həmin əsərlər yeri gəlmişkən Moskvada keçirilən o ədəbi, deyək ki, müzakirələrdə də diqqəti çəkən əsərlərdən birisi idi. Maksim Gorkinin Ədəbiyyat İnstitutu özünə məxsus həm də bir yaradıcılıq laboratoriyası idi. Oranın tələbələri öz, deyək ki, yaradıcılığı ilə o imtahanlarını verirdi. İldə bir dəfə, iki dəfə öz yaradıcılıq hesabatları verdilər və Orxan da həmişə bu yaradıcılıq hesabatlarından çox uğurla çıxan birisi idi. Və son olaraq necə görürsünüz mədəniyyətin, ədəbiyyatın, kinonun sabahını? Bizim prioritetlər var. Mənə görə bizim prioritetlər Suriya, İraq, Cənubi Azərbaycan, ümumiyyətlə Türk coğrafiyası. Orada mənə görə ortaq türk tarixi yazılmalıdır, ortaq türk tarixi tədris olunmalıdır və ortaq türk mədəniyyəti kontekstində təbii ki, müəllif filmləri, müəllif ədəbiyyatı, özünə məxsusluq reklam olunmalıdır. Amma məsələ mahiyyətində bizim təhsil, o cümlədən ədəbi tənqid, kino tənqidi, teatr tənqidi, ümumiyyətlə bu mexanizmi işə salacaq bintlərin yenidən təşkilatlanması məsələsidir. Bu çox mühümdür və təəssüf ki, bunu yaradacaq institutlar hələ biraz belə gecdir, ləngdir.
Amma düşünürəm öhdəsindən gələcəyik. Əsas istəyimiz var. İşiniz aband olsun. Təbrik Sağ ol. edirəm Çox həm sağ ol. 60 yaşını, Çox sağ ol. həm bu sahədə gördüyün işlərə Sağ görə ol. sizi. Orta yaşlı müdrik dostumuzun 60 illik görüşü uğurla başa çatır. Yubilyarın özündən çox tədbir iştirakçıları bu dəyərli görüşə görə könül rahatlığı duyurlar. Bir şey sevindiricidir ki, hələ də sənətə, sözə hörmət sayğı sozalmayıb. Layiqli söz, dəyərini saxlayan sənət həmişə öz sambalını uca tutur, qoruyur.